Bizə yeni qoşulan tamaşaçıları bir də salamlayırıq və xatırladaq ki, dilə münasibətimizdən danışırıq. Proqramımızın birinci hissəsində müəyyən məsələlərə toxunduq və nələrdən danışmalıyıq, onu müəyyənləşdirdik və davam elətdiririk söhbətimizi. Bayaqdan Firidun müəllimdə və digər qonaqlarımız da qeyd edir ki, Akşin bəyin dediyi bir məqam var idi ki, düşündüyümüz, danışdığımız və yazdığımız dilin sərhədlərini müəyyənləşdirək. Bəzən bizim yazılarımızda yazıçılar danışdığı kimi yazır və düşünür ki, bu daha tez qəbul olunan, daha tez dərk olunan, anlaşılan, sadə, çox oxunan olacaq. Çünki yəni publisistikanı yazıya gətirmək, bəzən publisistika yox, küçə dilini hələ yazıya gətirmək olur. Bəzən də insanlar doğrudan da bədii kitab dilində daha çox akademik yazılar yazır. O da təbii ki, Seyran müəllim bayaq dediyi kimi sadə insanları maariflənməsinə, öyrənməsinə, dərk eləməsinə mane ola bilər. Yəni necə hərəkət eləməli ki, həm daha biz öz dilimizlə insanlarımıza xidmət eləyək, həm də dilə xidmət eləyək. Akşin bəy, təklifi siz irəli sürmüşsünüz ki, yəni bunu müzakirə eləyək. Siz də cavablandırın. Yəni nə problem görürsünüz bax bunda, bu məqamda saydığınız mövzuda? Yəni bizdə xüsusilə bu dil qurumları var ki, bu dilə nəzarət eləyir. İstər Təhsil Nazirliyi olsun, istər hökumətin tərkibində olan qurumlar. Bunlar şərait yaratmalıdırlar və buna icazə verməlidirlər ki, yazıcı, şairlər, yəni bu işlə məşğul adamlar, bu akademik nəşrlərdə yeni sözlərin yaradılmasına, yeni sözlərin gətirilməsinə icazə olmalıdır. Məsələn, tutaq ki, mən prezidentin sərəncamı ilə çıxan 150 cildlik Dünya Ədəbiyyatı kitabında redaktor işləyirəm. Orada tərcüməçilər, məsələn, Çərkəz Qurbanlı var bir dənə, Alman dilindən birbaşa Azərbaycan dilindən tərcümə eləyir. O vitrin sözünü tərcümə eləyib görük. Vitrinin yerinə bir görük sözü tərcümə eləyib. Tutaq ki, mən bunun tərəfdarıyam ki, bu görük sözü dövriyyəyə buraxaq, dilin dövriyyəsinə buraxaq. Əgər bu söz yaşamaq hüququ qazansa, biz istəsək də onu dildən çıxarda bilməyəcəyik. Eləcə də bu adi bir misal idi və bu cür minlərlə nümunələr var. Məsələn, tutaq ki, mən Niyazi müəllimin yazılarını dəfələrlə müzakirə olunur mənim auditoriyamda da belə, o çevrəmdə, ətrafımda. Bunlar deyirlər ki, məsələn, Niyazi müəllimin yazı dili həddindən artıq qəlizdir. Mən bunun tam əleyhiniyəm. İnsan necə düşünürsə, öz düşüncəsinin şəklini yazı ilə çəkir. Niyazi müəllimin düşüncəsinin şəklidir o. Niyazi müəllim elə düşünür. Bu istəyir ki, Niyazi müəllim o, belə deyək, böyük düşüncəni məktəbli cümlələri ilə yaz. Bu tamamilə yol verilməzdir. Tutaq ki, bayaqları Firidun müəllim dedi, türklərin dilinin çatışmamazlıqları haqqında. Mən Dostoyevskini ruscasında oxumuşam, Dostoyevskini türklər də tərcümə eləyiblər, Dostoyevskini Azərbaycanlılar da tərcümə eləyiblər. Türklər Dostoyevskinin o yarım metr uzunda olan cümlələri var, onu dilin imkanları olmadığına görə xırda-xırda parçalayıblar. Dostoyevskinin o yarım metr cümləsindən 10 santimetr uzunluğunda cümlələr düzəldiblər ki, anlaşılsın bu, türkçədə anlaşılsın. Amma bizim tərcümələrlə, mən onu tutuşturmuşam da, mənim işimin adı budur. Ki, bizim dilimizin o tabeli mürəkkəb cümlələr, bayaqları siz dediniz, tabelsiz mürəkkəb cümlələr, o məsələdə həddindən artıq gəlişmiş bir dildir. Amma indi istedad lazımdır ki, bu dili sən necə kullanacaqsan, türk demiş. Bu dildən necə istifadə edəcəksin? Bu artıq fərdin işidir. Bir məsələndə mən sizə deyim, elə dediyiniz məsələ ilə bağlı. Bir var xalqın dili. Bu sənə aidiyyatı yoxdur. Bu xalqın dilidir. Min illərdən keçib gəlib, milyon ilə. Bir də var, müəllifin dili. Məsələn, mən tutaq ki, yazı yazmağa başlayanda qarşıma məqsəd qoymuşdum ki, danışdığım, oxuduğum dilin içindən özümə doğma olan sözləri seçib, özümə bir leksik baza yaradacağım. Və o dildə yazacağım. Mən xalq dilində heç vaxt yazı yazmamışım. Öz dilimdə yazmışım. Niyazi müəllimin o bayaq yazısını gətirdim, söhbəti ki,
başa deyir ki, biz niyə bunu başa düşmürük? Bu sənin günahındır. Niyazi mənim günah deyil ki. Yəni müəllif dili ədəbiyyatda, mədəniyyətdə çox mühüm bir şeydir. Məsələn, bizim ona görə də yazarlarımızın, indi mən yaşlı yazarlarla işim yoxdur, onlar özləri bilərlər artıq, yəni onları düzəltməyə də bundan sonra ehtiyac da yoxdur. Kim nə yazıb öz yerindədir. Amma gənc yazarlar xüsusilə buna fikir verməlidirlər ki, müəllif dilində yazmaq. Ki, cümləni görəndə o dəqiqə biləsən ki, Qısa dilində yazmaq. bu filan kəsin cümləsidir. Arayış verin, buyurun. Arayış verim davam eləsin. Aksini ciddi məsələyə toxunur. Aksini elmdə bu işlənib. Yəni dilçilər işləyiblər. Hər müəllifin öz leksikasını işləyiblər, onun işlətdiyi konstruksiyaları. Məsəl üçün, mən tələbələrimə verirdim ki, Mirzə İbrahimovun hesablayın nə qədər söz dağarcığı var, söz işlədir. O birisi nə qədər. Ən zəngin işlədən Süleyman Rəhimov da gördüm, Mirzə İbrahimov da gördüm. O gənclərdə sayı az idi. Bunlar işlənibdir. Hətta o müəllif dili ki deyirsə, o ciddi məsələdir. Sən bir şeyi oxuyanda, ya şeir oxuyanda, ya roman oxuyanda, məsələn, o oxuduğun cümlələrlə o müəllifi görməlisən ki, bunu bu yazır. Yəni, müəllifin o var. Hətta, Seyran bəy, Pushkin dili çox axıcıdır da, Rus ədəbi dilinin bahanələrindən biri. Pushkinin dili ilə Lermontovun dilini müqayisə ediblər. Müəyyənləşdiriblər ki, Lermontov ondan intellektual cəhətdən səviyyədə çox yuxarıdır. Yəni, o cümləli quruluşu ilə, işlətdiyi sözlərlə, o dövrələmələrlə. Bu arayışı verdim ki, yəni bəyin dediyi ciddi məsələ. Mən də Akşindən bir şey soruşacağım, çünki o gənc yazarlarla bağlı dedi. Akşin bəy, bir zamanlar, yaxın zamanlarda fəlsəfə, Elmlər Akademiyası Fəlsəfə İnstitutunda bir qrup gənc fəlsəfi filosoflar belə bir fikir irəli sürmüşdülər ki, Azərbaycan dilinin texniki imkanları, bazası imkan vermir ki, fəlsəfi əsərləri tərcümə edib ifadə eləyəsən, fəlsəfi terminləri ifadə eləyəsən. Yəni, bu nə qədər əsaslı idi? O tək Azərbaycan dili haqqında deyil, konkret dünyada artıq standartlar müəyyənləşib də. Məsələn, Avropada fransız dili poeziya dili hesab olunur. Alman dili fəlsəfə dili hesab olunur. Yəni, fransız dilində fəlsəfə yaratmaq biraz çətindir. Məsələn, Firidun müəllim bayaq dedi, fars dili elmi əsər yazmaq üçün əlverişsiz dildir. Niyə? Çünki bu dildə, bu dilin ənənəsi yoxdur. Fəlsəfi ənənəsi yoxdur. Azərbaycan dilinin fəlsəfi ənənəsi yoxdur. Azərbaycan dilində filosof ola bilər. Amma dilin özünün fəlsəfi ənənəsi yoxdur. Tutaq ki, məsələn, Alman dili başdan ayağa görün də, mən indi filosof deyiləm, mən sadəcə əlimə düşən kitabları oxuyurum. Bu barədə Niyazi müəllim daha rahat danışa bilər. Niyazi müəllim, siz bunu izah edirsiniz? Cümlə düzdür, amma nöqsan nədən ibarətdir? Yəni, məsələ ondan belə deyil ki, Azərbaycan dilinin ona gücü yoxdur. Firidun müəllim danışırdı ki, nə imkanları var. O başqa məsələ ki, bu dildə axı istedadlı filosoflar çoxlu kitabı yazmayıblar axı, məqalə yazmayıblar ki, olsun. Dil işlənməlidir ki, bayaqlar deyirlər, dil müxtəlif məkanları işlənməlidir. Dilin əgər işlənməz dairəsi balacalaşırsa, bayaqları Firidun mənim dostum çox deyirdi ki, qocalır və s. Onun üçün də mən son vaxtda belə bir yazı yazmışım. Onu sən də komment yazmışdın ki, nə qədər bizim dilimiz ağıllı kitabların dili olacaqsa, nə qədər mən Azərbaycan türkçəsini ağıllı kitablarda oxuyacamsa, o qədər məndə artıq şuursuz olaraq, bilinçsiz olaraq fikir yaranacaq ki, dilimiz ağıllı dildir. Onun üçün də heç bir millətin ağıllı adamdan sayı yetərli deyil. O necə əvəz olunur? Məsələn, ağıllı kitabın tərcüməsi ilə. O çox Slavyan Bakı Universitetində o tərcümə ki var, onun sonra qanun jurnalının şöyle bir əhəmiyyəti var ki, tərcümələr ağıllı kitabları tərcümə edirlər. Nöqsanları da ola bilər olsun, amma ki, ağıllı kitabları tərcümə edirlər və kənddən gələn uşaq o kitabları oxuyanda Azərbaycan dilini ağıllı dil kimi artıq öyrəşir. Problemimiz ondan ibarətdir. O akademiya deyilən uşaqların düzdür, amma ki, səbəbini demirlər. Səbəbi ondan ibarətdir ki, bu dildə çoxlu fəlsəfi yazılar olur. Yəni ki, səbəbini bilmədən, hətta bəlkə də səbəbi özlərindədir. Nəticəni görürlər. Siz necə düşünürsünüz? Bağışda bir sözümüz. Misal üçün, Azərbaycan dilində mən varlıq sözünü deyən varlıq sözüdür. Fəlsəfənin sevdiyi sözüdür.
nəsə bir sıyıq bir balaca belə cılız bir söz hiss edirəm. Rusça məsələn Butiye oxuyanda, çünki mən Rusça Butiye sözünü oxumuşam, Hegel'dən oxumuşam, Kantdan oxumuşam, o söz zənginləşibdir. Bibliyadan o. Hə, indi bizə problem ona var ki, biz öz sözlərimizi, öz ağılı söz kitabların dilində oxuyanda və bu məsələdə Azərbaycan şairlərinin, yazıçılarının tarixi götürəndə 50-ci illərdən bu yana nə qədər narazı qalsaq da, amma yaxşı Azərbaycan şairlərinin, yaxşı Azərbaycan yazıçılarının rolu böyük olub ki, onlar bizim dilimizin ağılı dil olmasını onların da çox ağılı dil oldu. Camal müəllim, Sənlə yadımdan çıxacaq bir araç verim, elə Camal davam elətdirsin. Yadıma düşdü deyirəm. Rəhmətlik Natiq bəyin tərcümələri yadınızdadır. Camı Səfərov. Mən, o bilməm, Markesdən idi, kimlənsə bir dənə üst səbət, kimdən idi o? Yapon yazısı. Mən onun balaca bir hekayədir, tərcümə eləmişdi. Mən o hekayəni oxuyanda, o ilkin yazarın təsvir elədiyi qoxunu hiss edirdim bizim dilimizdə. O qədər dəqiq, o qədər gözəl verib. Mən orada dəhşətə gəldim ki, ilahi, bizim dilimizin belə imkanları var. Yəni, bəy düz deyir, hər müəllifin özünün adı olmalıdır, təfəri olmalıdır. Camal müəllim, məsələn, Akşinin, baxışda, Akşinin 4-5 dənə son vaxtlar yazısını kitaba giriş oxumuşam ki, mən valih edibdir. Həmin ki, o akademiyada uşaqları, o kitab, o yazılar dərin fəlsəfənin dili üçün hazır dildir, o yazılar. Akşin fəlsəfə olsaydı, o işləri görərdi. O uşaqlar başlamalıdır ki, Akşin başa salar onu. Bir dənə Camal müəllimə söz verək, çünki bayaqdan dinləyir, onun da söz haqqını əlindən alınıyaq. Mütəqsir. Camal müəllim, bax, bu müəyyən, sadəcə fəlsəfə institutunda yox, filosoflar yox, həm də bəzi gənc müasir yazarlarımız var ki, onlar hər zaman düşünür ki və deyirlər bunu ki, Azərbaycan dilinin imkanları zəifdir. Bəzən elə bir söz var ki, bax, bu türkçədə bir sözlə ifadə olunur, amma bizə söz birləşmələri lazımdır bunun üçün və ya ikinci sinonim yoxdur və ya bunu əsas gətirirlər. Nə qədər razısınız bu düşüncə ilə? Mən o fikirlə razı deyirəm ki, Azərbaycan dilinin imkanları yoxdur ki, ya elmi dildə, ya fəlsəfə dilində, ya ədəbi dildə onu çatdıra bilməsin. O ayrı ancaq şəxsin özünün intellektual səviyyəsindən və bacarığından və hazırlığından asılıdır. Əgər sən intellektual cəhətdən hazırsansa, elmi baxımdan hazırsansa və sən onu qura bilirsənsə, sən onu yaradırsan. İstənilən yaradıcı adam, məsələn üçün də, şair nə ilə fərqlənir? Bizim yanımızda falan şair var. Nəyinə görə? Məhz o müəllif dili ki var, onda var. Onu yaradıb və o dillə də o sənin yadında qalır. Nasir də beləncə, dramaturq da beləncə. Məsələn, Mirzə Cəlilin dilini kim ona yaradıb ki? Özü o dili yaradıb və o dillə də yaşayır. Yəni, onun intellekti, onun savadı, onun ağlı, dünya görüşü onu yaratmağa imkan verir. Heç bir xalqda ola bilməz ki, o fəlsəfi ifadəni verməyə güc çatmır. Amma hazırlığı çatmır, o başqa məsələ. Xalqların lüğətlərinə baxanda, məsəl üçün Alman lüğətinə baxanda orada söz, kəlmə sayı var, təbii, və Azərbaycan lüğətinə baxanda orada kəlmə sayı var. Nə qədərdir bizdə? Təxminən. Bizdə 50 min. Yanlış rəqəm deyəsən, ona görə soruşuram. Mən 50 xatırlayırdım. 50 min. 500 min. Hazır kitab yazılıbdır. Seyfəddin Altaylı tanıyarsınız. 500 min dilimizin sözlərinin lüğətini yazıb. Amma bizim alimlərdən görsən də 50 min, 100 min. Amma problem odur ki, Azərbaycan məqalələrinin dilinin 700 söz olur. Niyə onda bunu bilmirik? Çox azdır. Firdun bəy, bunu niyə bilmirik? Bax, mən bir söz əlavə edeyim. Gərək o kitab çap oluna ki, cəmaat bilsin. Firdun mənim oradan sözlərdə, Altay sözlərdə. Müəlliflərimizdən biri. Azərbaycan türkçəsi, Güneydə və burada işləmir. Dilçi alimlərimizdən biri, indi o prosesi işləyir. Firdun müəllim onu qeyd elədi ki, yəni tutaq ki, hər hansı bir fəlsəfi terminin Almancasını da verir, Fransızcasını da verir və 4 dənə də Azərbaycanca o kəlmənin o fikri, yükünü verir də, məsələn, çünki bu ekvivalentini verir ki, bundan istifadə edə bilərsin. İndi baxır o adamın hazırlığından, o adamın savadından, intellektindən ki, sən onu istifadə edərsən, əgər sən fəlsəfə haqqında sənin düşüncən varsa, sözlə onu verə bilərsən. O 500 min dediyiniz sırf Azərbaycan sözləridir, yoxsa türk və ərəb, Yox. Güneydən və quzeydən deməli topladığı sözlərdir
Və təbii ki, onun içində ərəb-fars sözləri də var, Yəni sırf yüzlərdir, türk minlərdir. sözlərindən, türk sözlərindən O hələ hesablanmayıb. Bir şey də deyim, o ərəb-fars çoxlu ki, deyirik ki, bu ərəb sözüdür, fars sözüdür. Dərinə gedirsən, görsən ki, o da bizim keçir. Məsəl üçün, azuqə deyirik, fars sözüdür. Amma baxıb görürük ki, bu farslar azıq sözünü alıbdır, bizi azuqa şəklində qaytarıbdır. Belə bumerang Amma sözlər. mən inanmıram böyük faydası Seyrəm amma mən, bax bu məqam sizin də həmişə narahat edən məsələdir ki, bəs İnanmıram dilin böyük faydası amma elə bazası sözlər ki, çoxdur. bəzən Var, yox, insanlarımız elə var. əsaslandırır ki, bizim Ərəb dil dili zəif mənə dildir, tərcümə imkanları çox zəifdir. Təbii, sizin də hər kəs deyir ki, bilmədiyimiz üçün bu belədir. Amma nə qədər heç işıq ucu boyda da onların haqlı olduğu cəhət varmı? Kiçik bir cəhət onun ucundan tutub İranın gedirlər. ulduzu deyirlər. Heç o qədər də. Bir də bu məsələ ilə bağlı deyəsən demişdim. Akşinə dedim, zəng elədim. Gireyləndim dersən. Onlardan biri demişdi ki, Azərbaycan dilində dediyiniz kimi çox imkansız, çox yazıq, bədbəxt, qozbel, təxminən bunlar özümlə deyirəm. Belə bir dildir. Jurnalist də mənə zəng vurdu, qız soruşdu. Özdə belə həyəcanla ki, belə deyirlər. Dedim, düz deyir. Şeyrəm müəllim, siz də o fikirdəsiniz. Dedim, bəli. O adam ki, o söz deyib, o Azərbaycan dili bildiyi yerə qədər bizim dil o cürdür. Belə. Yazıq odur. İkinci, mən burada indi söhbətlərə qulaq asıram. Bilirsiniz, əslində biz öz dilimizin elə biləm biraz yayındıq, malə gəldi yəqin də. Biz əslində Azərbaycan dilinin bugünkü vəziyyəti ilə əlaqədar daha çox danışmalıyıq. Biraz çox belə akademik səviyyədə. Mən bilmirəm, cəmaət bizdən bir şey başa düşməyəcək. Bilirsiniz, təbii. Biz artıq o yerə çıxdıq ki, şimdi bu Azərbaycanda elə bir sadə adam yoxdur ki, onu bilsin. Biz artıq gəldik, öyle çıxdıq. Bir qəzetdə görsən, müxtəlif jurnalistlər olur. Biri ancaq iqtisadiyyatdan yazır, biri idmandan yazır, biri ədəbiyyat şöbəsinə baxır. Biz artıq dili qoyduq burada, çıxdıq getdik ki, dünya dilləri ixtisaslaşıb. Ta ki, fransız dili ancaq filan şeylər eləməlidir, alman dilini ancaq. Onda əgər bu dillərin, dünya dillərinin, o ki, qaldı aparıcı dillərinin ixtisaslaşması o deməkdir ki, ta ki, belə biraz realist yanaşmaq lazımdır. Sonra da mənə deyirlər ki, nikbin dövsən. Mən necə nikbin olum? Əgər məişət var, yaşayış var, reallıq var, əllə toxunulan şeylər var. Əgər Alman dili fəlsəfə dilsə, onda gərək bütün Alman xalqı filosof olsun, ancaq fəlsəfədən biri-birindən danışsınlar. Ta ki, İranda mən 2 il Şahan vaxtında işləmişəm, bunlar ancaq elə şeir rəssinlər. Belə şey, absurd şeylərdir. İnanmıram ki, niyə? Türk dili tutaq ki, ya Rus dili və Alman dili qədər. Orada bizi Niyazi bəy də onu dedi. Yəqin terminlər Almanca daha çoxdur. Terminlər çoxluğu bizi balaca. Terminlər çoxluğu bizi bir balaca çaşdırır. Filosoflar çox olub. Əsas düşüncədir. Bəyək Akşin də o məsələni təxminən belə bir. Əgər biz əgər tutaq ki, onda bizim dilimiz də axırda deyirsiniz görək hansı qrup. Bizim dilimiz nə ilə məşğul olmalıdır? Kənd təsərrüfatı ilə, iqtisadiyyatla, kimya ilə. Bu nə qruplaşmadır? Bu absurd bir şeydir, bildiniz? Simvolik demək olar ki, fars dili şeir dildir, nə bilim, türk dili nə dilidir, ərəb dili, hərbi dilidir. Ona görə də. Mən yenə qaydıram, vurğuluyuram, təkrar. Biz Azərbaycan adlı balaca bir, sizin fransız dilinin nə işiniz var? Fransız dilinin sahibi var, yərsi var. Sizin Almanlarla nə işiniz var? Elə hamımızın, mən də orada. Amma biz bir gün görək ki, bizim bu dilimizə başına nə müsibətlər açır. Mən eşitdiyimə görə hadəsə, siz bilərsiniz, Firdun bilər, dil komitəsi də var, nə bilim, dillə əlaqədar sərəncamlar var. Dilçiliyin üstü var. Yenə deyirəm, indi hər universitetin dil kafedrası var. Dil kafedrası var, dilçiliyin üstü var. Bilirsiniz, yenə deyirəm, bax ona qaydıram. Yuxarıdan gəlir, yuxarıda mənim aləmimdə bu mövzu ətrafındakı biz danışırıq. O mövzuda mənim aləmimdə ən yuxarı yenə televiziya məkanıdır. Bilirsiniz? Bunu evə buraxmamaq da mümkündür. Yenə deyirəm də, bəxt dedim axı mən. Deməkdən ki, bəlkə filan kəs mənim arvadımı işə düzəltmək üçün rüşvət istəyir. Gör, nə qədər sıxarlanıb, tumarlanıb bu dil belə. Dil biraz da kələ-kötür olar, biraz köntə olar xalqın dildə də. Deyir, bəlkə vəsait istəyir. Mən daha dəl oldum, ağzıma gələn, dedim, deyəcəm, ümumiyyətlə bu iş gəlməz. Bundan da, bunda hamısı, inanın mənə, üzr istəyirəm, qurban sənə. İndi kəsərsən də lazım olsa, hamısı, Niyazi bilmirəm, niyə bunu belə, buna qarşı gedir, indi o haqqıdır. Ən çox biz atamızdan, anamızdan, bəzən sevgilimizdən, çox biz televizyonla nüsvətdə oluq, təəssüflər olsun ki.
Sovet devrinə baxanda mən Sovet dövrünə baxanda, mən də ayrı şey deyirəm. Sovet dövrünə baxanda belə bir aparıcı durub ağzına gələni danışmırdı. Bu azadlıq ayrı şeydir, anarxiya ayrı şeydir. Azərbaycanda dil anarxiyası gedir. Bunu da çox yüksək səviyyədə Azərbaycan teleməkanı icra edir, yerinə yetirir. Bu həqiqətdir başımı demişsən. Biz söz adamıyıq, bunu biz istəyəmirik. Birdən evdə elə şey, televiziyada elə şey istəyən demirəm, belə söyüşdür. Məsələn deyir ki, adicə bir şey. Ona görə mən o televizyonu bağlayardım və heç vaxtda bağlayamayacağam. Futbol aparıcısı deyir ki, filan futbolçu Messi yerə yıxıldı. Ay namərd oğlu namərd, Messi göyə yıxılmalıdır. Adam yıxılmaq elə yerə düşməyə deyirlər də. Belə milyonlarla şey, bunun hamısını televiziya edirlər. Valla kətdə demirlər yerə yıxıldı, deyirlər ki yıxıldı. Seyran, bəs Farsda nə tərdir yerə yıxıldı? Yerə oftat düşdü, düşdü yəni. Belə demir. Deyir ki, zəmin xorda. Deyəm bir dəqiqə. Zəmin xorda narod, ay sağ o da var. Zəmin xorda. İndi gəl dilimizə tərcümə eləyək. Yəni, yeri yedi. Yeri yedi, yıxılıb yerə, ağzı yerə dəyib. Yeri qucaqladı. Başa düşürsən? Yəqin o fədanlarda deyib var da. Əvvələ gözəl dilimiz var, indi işlədə bilmirlər. Çox gözəl dilimiz var. Siz haqlı dediniz ki, bunun imkanları çox böyükdür. Sadəcə Azərbaycan dilini öyrənmək lazımdır. Seyran müəllim, amma o televiziya gələnə qədər mərhələ var axı. O televiziya müəllim də çıxır, kəndli də çıxır, həkim də çıxır. Ona gələn mərhələ, həkim, kankan, sürücü, hamısının öz dili var əslində. Necə ki deyirlər, Ramalın dili, hər adamın öz dili var. Amma bunlar hamısı ora çıxanda sizin böyük dəstəyinizlə, yəni siz deyəndə mən bu saat burada telemekanın yeganə nümayəndəsisən, sizin dəstəyinizlə həkim də, kankan da, müəllim də, həkim də, nə bilim, mühəndis də, hamısı bir dildə danışır. Azərbaycan televiziya məkanının dili. Bir etiraz eləyir. Buyurun, etiraz eləyir. Yəni, burada mənim ərkimdə çatırılım. Bizim tərəfimizi tutun biraz. Ərksiz də etiraz ediyorlar. Fransa dil problemlərindən deyək ki, narahat olsaq, bu bizim problemimiz deyil. Gəl götürək, öyrənək də. Bəy deyir ki, bu dilə daxil olan sözlər, dildə yeni yaranan sözlər, bu ciddi şeydir. Fransada, bəyənmədiyimiz Fransada, əgər dilə yeni söz gəlirsə, parlament onu müzakirə edir. Parlament qərar verir ki, bu sözü işlədin ya işlətməyin. Bir dənə sözü. Bəs indi o Akşingil o görük sözünü istifadə edilərmi? Dilə dövlət səviyyəsində laqeydlik biləmək. Dövlət qanunları ilə biləmək. Ona görə bugünə gəlmiş. Firdun müəllim, proqramımızın sonuna az vaxt qalır. Bax, onu soruşaq. Akşin bayaq dedi ki, biz görük sözünü istədik, istifadə edək. İndi onu istifadə eləmək üçün kimdənsə icazə alınmalıdırmı? Yoxsa necə onlar tərcüməçiyə buraxılır o? Qanunla el olmalıdır. Yəni, nə etməlidirlər onlar? Yox, dil qurumu bu sözə pasport verməlidir ki, bu bizim qrammatik, dilimizin qrammatik qanunlarına uyğundursa işlədin. İndi sonra o pasport veriləndən sonra, əgər o söz yaşarı hüququ qazanırsa, həyat pasportu alırsa, dildə olur. Yox, işlənə bilmirsə, o işıq for işlədirdilər. Yaşamır da. Niyazi müəllim. Özəli sağ olsun, Firdun bəy deyir, mən sağ durmuşam deputat olanda. Sonra Niyazi müəllim. Hacı Marallı. Niyazi dedi ki, bu gənc bir sözdür. Neologizmdə yeni söz. Bu yeri tərdən bir şeydir. Kökündən yanlış bir şeydir. Sübut elə. Sübut odur ki, indi burada biraz balaca mən sübut eləmək üçün sən gəlib bir balaca kətçi olasan. Çünki mən kəndinəm balaca. Mən də kəndinəm. Həmişə deyiblər ki... O gürcü künasında var, deyir, söymənə onu onlar. Həmişə deyiblər ki, öz əli öz başıdır. Bunu xalq, Firdun bəy o... Özünkü. Öz əli öz başıdır. Yəni bu sözün kökündə də bir azadlıq durur. Düz deyil qardaş. Yəni bu söz gənc söz deyil. Sizin münasibətiniz bu sözə biraz gənc var idi. Yox, ancaq ki, bu əl çəkilisi, bu Niyazi müəllim, siz sifət çəkilisi. Yox, öz əli, öz əlidir, öz də başıdır. Sən kimi eləyinə, bu zahir oxşardır da bu əslində. Artikl deyil o. Əl onun o dediyi ayrı sözlərdir. Niyazi müəllim, bayaq milli qürur, dilin milli qürur məsələsi, bu toxunaq. Bu alınma sözlərdən azad olunmaq, məsəl üçün biz bildik ki, türk
Türkiyə türkçəsi, yəni Anadolu türkçəsi bir zamanlar bu prosesə başladı. Bütün ərəb və fars sözlərdən çalışdı ki, bəziləri düzdür qalmaqla 70% təmizlədi. 70% təmizlədi və yeni sözlər gətirdi dilə. Yəni bunlar nə üçün elədilər və biz də buna getməliyik və nə üçün getməliyik? Milli qürur məsələsidirmi? Nədir bu? Sən sualıma da əlavə edeyim. Mən ilk dəfə Niyazi bəyin bir məqaləsini oxudum. Orada qısır alınma söz necə dilimizdə qısır qalır. Çünki doğub törəyə bilmir, yalancı. Söymür də, inkişaf eləmir. Mən bugünə qədər də bütün yazılarımda, kitablarımda patenti bulundu, müəllifi bu istifadə edirəm. Deyin onu, sonra yekunlaşdıraq proqramı. Yəni, əgər sözlərin funksiyası vaqondursa, çox da biz belə hesab edirik, daşımaqdırsa, onun nə fərq var ki, rus sözü olsun, Azərbaycan sözü olsun, ərəb sözü olsun. Vaqon qırmızı olsun, sarı olsun, fərqi var, yoxdur. Amma sözlər həm də Humboldt deyirdi, energetik mənbədir. Məsələn, şairə yaxşı bilir ki, sözə qulaq asmaq. Söz sənə elə şeylər deyir ki, onu ağılını oturub tapa bilməzsən. Misal üçün, anlamaq sözü, bizdə var anlamaq sözü. Platon vaxt açmışdı ki, anlamaq, bilmək anmaqdır, yada salmaqdır. Uzun söhbət bu, əralı. Bizim dilimizdə məsələn anlamaq sözündə Platon tapdığı şey Platonsuz yazılıbdır. Bilmək həm də anmaqdır. Bu mənada sözləri belə dərin qaynaqlardan gələn şeylərdir. Və əgər sənin aktiv sözlərinin çoxu ərəb-fars sözləri olursa və mən deyirəm, o sözlər oxşuyur qısır sözlər. O mənadakı, misal üçün, türklərdə məsələn neologizm var, bilinç sözü. Bilinç sözü şuur mənasında. Bilmək, bildirmək, bilmək və s. açılıb bu cür. Qısır deyil. Şuur sözü ərəb sözüdür, hə? Qısırdır. Şuur qutarı getdi. Sənin əgər sözlərində öz sözlərin çox olursa, qısır olmuş söz çox olursa, sən elə bilən ki, rahat bir düşüncə mühitində olursan. Nəyə görə Azərbaycan tələbələri, Azərbaycan fəlsəfi dərslik kitabı oxuyanda fəlsəfi çətindir? Rus oxuyanda çətindir. Ona görə ki, o fəlsəfi dərslik kitabında qayə, mayə, minlərlə ərəb sözlərini doldurublar. Yaxşı avaz yaranıbdır, ağıllı fikir avazı yaranıb, amma ağıllı fikir yoxdur. Onun üçün də o məqalələrə ki, çoxlu ərəb-fars sözləri var. Sən onu çevir, normal dilə çevirgindən, o çox fikirsizlik görünəcək. Ərəb-fars sözlərin biz yanında odur ki, bizim dilimizdə fikir mimikriyasını yaradır, yəni fikrin görüntüsünü yaradır. Yəni fikri əvəz edir, musiqini əvəz edir. Aydın, təşəkkür edirəm. Biz də ritmə meyilliyik. Təbii. Həm də bizdə biraz bizim insanlarda bu verilişlərdən mən bunu çox görürəm və bir çox bizim həmkarlarımız bunu qeyd edir ki, daha çox uzunçuluğa meyilliyi var. Yəni danışıqda, söhbətdə hər zaman insanlar fikrini az sözlə ifadə etmək problemimiz var. Bu da təbii ki, dili yenə zəif bilməyimiz, az oxumağımızla bağlıdır. Yox. Biz o işlər bu günləri vaxtında dilçi kimi deyim də sənə. O uzun danışan adamın intellektual səviyyəsi olmur, bir də dərin savad olmur. Bu adamlar uzun danışır. O qısa danışa bilmir. O da bir maraqlı şeydir. Onlar amma yekunlaşdıracaq proqramı. Hər şeyin yekunu var. Təbii. Deməli, bir mənə deyirsən ki, İbrahim bəy düz dedi. Deyirsən ki, getdim. Mı? Birinci şəxsin təkidir də. Bir mənə demək olar ki, mən getdim. Bir mənə deyirəm ki, mən Xanlarov Seyran Əskəroğlu getdim. Bir dəfə deyirəm ki, mən Xanlarov Seyran Əskəroğlu Qarabağın Füzuli bölgəsindən olan filan kənddən, filan məhəllədən getdim. Yəni, bax, dəhşətli bir belə pilləvari bir şey. İstəyərdim ki, bugünkü hər birimiz bir xeyli söhbət elədik, bir xeyli məsələyə toxunduq. Amma yekunda məcburuq ki, bu dediklərimizi tamaşaçıya nə demək istədik? Bunu konkret bir neçə cümlə ilə, çünki yekun olaraq çatdıraq ki, bax, bizim sizdən istəyimiz nədir və biz niyə bu bir saat yarım ərzində burada toplandıq və nə demək istədik? Buyurun, Əli Seyran, mən birinci sizdən başlayırıq. Yəni, hərəmiz söhbəti nə götürdük? Hərəmiz söhbətini əslində tamaşaçı nə götürməli idi bu söhbətdə? Buyurun, Fürdün mənim, tamaşaçı bu verişə nə almalı idi özünə qısa? Mən istəyərdim ki, tamaşaçını alsın, onu demək istəyirəm. Yəni, tamaşaçılarımızı istəyirəm ki, bir şeyi bizdən ala bilsinlər. O da dilimizin müqəddəs olmasıdır, qutlu olmasıdır. Və bunu Seyran, mən, Niyazi yaratmamışıq ki, bunu oradan ora ataq, buradan bura ataq. Bunu 10 min illərdir ulu babalarımız yarada nəsil ötürüblər. Bunu biz miras almışıq.
və bunu sağlam şəkildə nəvə nəticələrimizə ötürməliyik. Bizim rolumuz budur. Bu mənada dilə həddindən artıq həssas yanaşmaq. Aydındır. Camal müəllim, çoxdur səs. Mən də o fikirlə 100% razıyam ki, dilə həddindən artıq qayğı və həssasla yaşamaq lazım. Və dili mənim aləmimdə yaradan adamlar intellektual adamlar olmalıdır. Yəni onun səviyyəsi ilə əgər o formalaşdıra bilirsə, istəyir poeziyanın dili olsun, istəyir nəslin dili olsun, istəyir fəlsəfə dili olsun. Əgər o adamın intellekti, gücü, ağlı varsa, o onu yaradacaq. Yəni o adamlardan misal götürsünlər, o yazıçıdan, o şairdən, o məsələn üçün filosofdan götürsünlər ki, o 5 kəlmə ilə böyük bir həqiqəti deyə bilir. Bax bunu öyrənsinlər. Yəni fərdidir, həddən artıq öyrənmək fərdidir. Varsa yarıdır. 5 kəlmə ilə siz hansı həqiqətlər deyəcəksiniz? Buyurun. Birincisi mən Azərbaycan dilinin Firuzu müəllim dediyi kimi o daxili potensialını qəribçi ilə salmayaq. Amma eyni zamanda problem çoxdur. Sonra, misal üçün, bu beynin bir xüsusiyyəti var ki, birindən danışanda o bir danışıqları eşitmir, söndürür onu. Biz isə danışanda türkü sözü adı ilə qoymaq, soxmaq və s. sözlərin tərbiyəsiz şeyləri götürürük və türkü sözləri adını dilimizi ayrı-seçki salmaq lazımdır. Öz sözlərimizi, lakin yerinə ancaq sözünü, nə bilim, gərəkdir, lazımdır yerinə gərəkdir sözlər. Belə sözlərimi işlətməliyik ki, öz sözlərimiz kəndçi sözlər kimi görünməsin. Müvəffəqiyyət yəni Elə adam kətə çələsi deyirlər ki, filan şey uğur verim, ha. deyirik. Allah deyirdi ki, nə edirsən? Gərəyimdir. Gərəyimdir. Elədir. Bizdə deməli bir çox Lazımdır ərə demir ki, tafsirlər var ki, gərəkdir. onlar modalı söz kimi, ağılı söz də kimidir. Yerində olan sözlər kobud sözlər sayılır. Bax, onu səhilmək lazımdır. Akşin bəy, buyurun sizdən. Mənim Seyran müəllimin də bayaqdan tənqid elədiyi Alman fəlsəfəsində Heidegger bir filosof var, Niyazi müəllim. Əslində Heideggerdir. Heidegger, hə. Mən tənqid eləmirəm. Deyirəm, onlar ancaq fəlsəfə dilində. Onun çox yaxşı bir sözü var, mənim sevdiyim. Deyir ki, dil varlığın evidir. Mən hesab edirəm ki, öz dilimizə, öz evimiz kimi yanaşmalıyıq. Və bu evi biz özümüz tikməmişik. Bu evi bizim əcdadlarımız tikib bizə bağışlayıblar. Ramiz Röşəndə də var, Əkrəmdə də var ki, dil mənim vətənimdir. Bəlkə başqasında da var. Hərəsi müxtəlif var. Yəni çox xoşuma gedir. Vaxtımız kifayətdir. Mən öz vaxtımı təbii ki, qonaqlar arasında bölüşdürdüm. Mənə söz demək onsuz da düşməz bu məclisdə. İkimizə qalmadı da söz. Deməli, sağ buyurun. Sizə də bizdən kəsərsiniz. Buyurun, yox kəsmək yox. Kəsmə yoxdur zaman. Bunlar sünnət eləmir. Deməli, xarici ölkədə olanda tutaq ki, Parisliyik, təkik orada. Təkik. Yelisey sarayına tərəf gedirik, darxırıq, vətəndir də. Birdən bir Azərbaycanca bir söz eşidirik. Nə cür həssas reaksiya verdi öz aramızda, vətənli olduğumuzdan 1000 dəfə yüksək. Bugün Azərbaycan dili elə bir vəziyyətdədir ki, Azərbaycan dilinə o qürbətdə eşitdiyimiz Azərbaycan sözünə necə reaksiya verirsə, Azərbaycan dilinin ona çox böyük ehtiyacı var, elə bir həssas. Aydındır. Təşəkkür edirik hər birinizə, hörmətli tamaşaçılarımız. Mənə elə gəlir ki, danışmaq, göstərmək bizdən, amma nə götürəcəksiniz və necə götürəcəksiniz bu bizim danışdığım, nə nəticə çıxaracaqsa o artıq sizdəndir. Gələn həftə görüşmək ümidi ilə. Hələlik. Sağ olun.